Dostlar, verilən oyuncuları aşağıda gördüğünüz klublara uyğunlaşdıracaq. Görək bu dəfə bizdə alınacaqmı? Getdik. İlkay Gündoğan. Baxın, İlkay Gündoğan Dortmundda tanımışıq, City'də var. Amma növbəti gələcək oyuncu City'dən olsa, gəlin burada məqsəd bilirsiniz nədir? Əsasən aşağı statuslu komandaları aradan çıxarmaq. Gəlin beləyək, Dortmunddan başlayaq. Robin Gosens. Mən bunu Atalanta'da tanıyırdım. Ona görə avtomatik Atalanta verəcəm. Mo Salah. Şovasında Liverpool'dan sonraki mərhələdə oyuncu gələ bilər deyə Roma götürəcəm Salahı. Alisson Becker. Roma'da da oynayıb, amma bunu Liverpool olaraq qeyd eləyək. Franco İsrail. Bu Franco soyadı Portugalya. Bilmədim, Portugalya ya yox. O məntiqdən Sporting'i vuracam. Amma Benfica da ola bilər. Nəysə Sporting. Karim Benzema. Madrid əfsanəsi. Cristiano Ronaldo. Goat. Şolar. Başqa seçim ola bilməz. Manchester United verəcəm buna. Kevin De Bruyne. Chelsea'də var, Manchester City'də var. Amma növbəti turda gəlin City'ni seçək. Chelsea'dən çıxa bilər oyuncu. Julian Draxler. Bu oyuncu Benfica'da da oynayıb, səhv eləmirəmsə. PSG'də də oynayıb. Çox maraqlıdır. Gəlin Benfica'dan çıxaraq. Spinazzola. Bunu əslində Roma'da görmüşdüm, amma Juventus oynadı mı? Yox. Yoxsa oynadı. Açığı tam olaraq xatırlamıram Spinazzola'nı. Gəlin bunu swipe eləyək. Antoine Griezmann. Atletico əfsanəsi. Eden Hazard dedim. Dedim Chelsea'dən gələcək. Christian Eriksen. Manchester və Ajax'dır. Manchester yox deyil, Ajax. Pierre-Emile Højbjerg. Oyuncu, vay. Deyəsən swipe eləyəcək. Yoxdur. Komandada oynamayıb. Martin Ødegaard. Təbii ki, Arsenal. Gianluigi Buffon. Juventus əfsanəsi. Neymar. PSG yoxsa Barcelona? Barcelona'dan düşünürəm ki, oyuncu gələ bilər. Təxmin edirəm. Yəni PSG-yə vuraq. Lukaku. Inter'də oynayıb da. Inter idi yoxsa? Ha, Inter'də oynayıb. Kai Havertz. Bayer Leverkusen. De Ketelaere. Atalanta. Gosens gəlməməli idi bura. Leroy Sané, Bavaria. Messi, Goat. Gözlədiyimiz gəldi və belə bir nöqtə atış yoxdur uşaqlar. Belə bir nöqtə atış yox idi. Frank Kessie.